Salam. Gəlin bugün çox aktual, amma bir o qədər də təhlükəli bir mövzudan danışaq. Söhbət pula ehtiyac olanda çoxlarının əl atdığı, amma sonu bəlkə də fəlakətlə bitən bir qısa yoldan gedir. Yəni borc üçün evinizi satmaq. Daha doğrusu satmaq adı ilə girov qoymaq. Gəlin görək bu işin içində hansı tələlər gizlənir. Sualın özü biraz qəribə gəlir, elə deyil? Yəni kim durub durduğu yerdə borc almaq üçün evini satar ki? Amma vəziyyəti bir anlıq gözünüzün önünə gətirin. Təcili pul lazımdır, banklar süründürür və bir nəfər sizə yaxınlaşıb deyir, narahat olma, sən sadəcə evini mənim adıma keçir, mən sənə pulu verim. Borcunu qaytaran kimi evi də sənə qaytaracam. Cazibədar səslənir, hə? Təəssüf ki, praktikada minlərlə insan məhz bu təklifə hə deyir və böyük bir riskin içinə girir. Bəli, məhz bu sadə, amma aldadıcı təklifin arxasında borc üçün gizli bir təminat üsulu var. Çoxları bunu sürətli və asan yol kimi görür, amma çox az adam bunun nə qədər təhlükəli olduğunu başa düşür. Sanki bir problem həll olunur, amma əslində daha böyük bir problemin təməli qoyulur. Deməli, sxem necə işləyir? Çox sadə. Siz borc alırsınız və bunun qarşılığında öz evinizi, torpağınızı, fərqi yoxdur. Rəsmi şəkildə notariusda alqı-satqı müqaviləsi ilə borc verənin adına keçirirsiniz. Baxın, kağız üzərində hər şey qanunidir. Siz satıcısınız, o isə alıcı. Amma əslində heç kimin niyyəti alıb satmaq deyil. Məqsəd tamam başqadır. Borcu təminat altına almaq. Ən böyük tələ də məhz bu pərdənin arxasında gizlənir. Yaxşı, bəs bu görünən müqavilənin arxasındakı görünməyən risklər nələrdir? Ən əsası, qanun bu cür maskalanmış sövdələşmələrə, yəni bu fırıldaqlıqlara necə baxır? Məhkəmə sadəcə əlindəki rəsmi alqı-satqı sənədinə baxıb, hə, ev satılıb və salam deyəcək, yoxsa işin əsl mahiyyətinə, yəni sizin əsl niyyətinizə inəcək? Gəlin görək. Hüquq dilində buna zahiri və ya daha elmi dildə desək, simulyativ əqd deyilir. Yəni sadəcə saxta bir müqavilə. Niyə saxta? Çünki kağız üzərində yazılanla sizin real niyyətiniz tamamilə fərqlidir. Siz alqı-satqı imzalayırsınız, amma ürəyinizdəki məqsəd borca təminat verməkdir. Forma var, amma məzmun başqadır. Qanun da məhz bu uyğunsuzluğu görür. Və baxın, Ali Məhkəmənin mövqeyi bu məsələdə çox aydındır. Deyir ki, məhkəmə münasibətləri formal müqaviləyə deyil, faktiki hüquqi münasibətə uyğun qiymətləndirməlidir. Yəni, məhkəmə kağız parçasına yox, sizin aranızdakı real münasibətə, əsl məqsədinizə baxmalıdır. Əla səslənir, elə deyilmi? Sanki xilas oldunuz, amma heç tələsməyin, əsl çətinlik məhz bundan sonra başlayır. Yaxşı, məhkəmə işin əsl mahiyyətinə baxmalıdır. Super. Bəs o əsl mahiyyəti, yəni alqı-satqının saxta olduğunu, əsl məqsədin borc olduğunu kim sübut etməlidir? Məhkəmə özü araşdıracaq? Xeyr. Məhz burada borc alan üçün, yəni sizin üçün əsl baş ağrısı başlayır. Çünki bu ağır yük tamamilə sizin çiyinizdə düşür. Qanun deyir ki, sübut etmək iddianı qaldıranın borcudur. Yəni sizin. İndi bir saniyəlik düşünün. Siz məhkəməyə gedib deməlisiniz ki, hörmətli hakim, bax, bu sənəd var ha. Mənim öz əlimlə notariusda imzaladığım rəsmi alqı-satqı sənədi əslində yalandır. Təsəvvür edirsiniz vəziyyəti. Siz öz imzaladığınız sənədin saxta olduğunu iddia etməli olursunuz. Bundan çətin nə ola bilər ki? Bəs niyə bu qədər çətindir? Praktikada vəziyyət necə olur? Baxın. Birincisi, adətən ortada heç bir yazılı borc sənədi olmur. Hər şey şifahi razılaşma ilə edilir. İkincisi, siz hər ay pul ödəyirsiniz. Bəs bu pul nəyin puludur? Borcun faizidir, əsas məbləğidir, yoxsa evin satış pulunun hissəsidir? Bunu necə aid edəcəksiniz? Üçüncüsü, şahid gətirirsiniz, amma məhkəmə çox vaxt şahid sözünü rəsmi sənədə qarşı yetərli hesab etmir. Nəticə, iddianız o qədər zəif olur ki, demək olar heç bir şansınız qalmır. Və gəldik ən pis ssenariyə. Hüquqi nəticələr açığı dəhşətli ola bilər. Siz rəsmi sənədlə evinizi satmısınız. Nöqtə. Yəni o ev artıq sizin deyil. Təsəvvür edin, borcunuzu qəpiyinə qədər ödəyib bitirirsiniz, amma qarşı tərəf deyir ki, hansı borc? Sən mən evi satmısan, pulunu da almısan. Nə edəcəksiniz? Heç nə. Çünki heç bir zəmanətiniz yoxdur. Və ən pisi, o adam evi götürüb başqa birinə satsa, onda əmlakınızı geri almaq demək olar ki, imkansızlaşır. Hər şeyinizi itirə bilərsiniz. Yaxşı, bəs bu qədər qorxulu ssenaridən sonra bir çıxış yolu yoxdurmu? Əlbəttə var və bu yol heç də çətin deyil. Qanunvericiliyin özü bizə bu riskli qısa yollar əvəzinə tamamilə qanuni və ən əsası təhlükəsiz yollar təklif edir. Gəlin bu iki üsulu birbaşa müqayisə edək. Bir tərəfdə yanlış yol var, alqı-satqı. Nəticəsi nədir? Yüksək risk, mülkiyyəti anındaca itirmək və qeyri-müəyyən bir gələcək. Digər tərəfdə isə düzgün yol var, ipoteka. Bu yol niyə daha yaxşıdır? Çünki təhlükəsizdir. Çünki ən vacib məsələ, mülkiyyət sizdə qalır. Ev sizin olaraq qalır, sadəcə borca görə yüklü edilir. Bütün şərtlər əvvəlcədən aydındır.
Hər şey qanuni çərçivədədir. Fərq məncə göz qabağındadır. Və ipoteka sadəcə bir nümunədir. Qanunvericilik sizə başqa təhlükəsiz yollar da təklif eləyir. Məsələn, girov müqaviləsi bağlaya bilərsiniz və ya borcunuza kimsə zamin dura bilər. Əsas məsələ odur ki, bu yolların hər biri sizin hüquqlarınızı o saxta alqı-satqı müqaviləsindən 1000 dəfə daha yaxşı qoruyur. Beləliklə, gəldik ən vacib hissəyə. Bütün bu danışdıqlarımızdan sonra özümüzü bu cür tələlərdən necə qorumalıyıq? Hansı praktik addımları atmalıyıq ki, sonradan peşman olmayaq? Gəlin konkret, sadə qaydalara baxaq. Baxın, burada 5 qızıl qayda var. Bunları mütləq yadda saxlayın. 1. Kimsə sizə borc əvəzinə alqı-satqı təklif edirsə, qəti şəkildə imtina edin. Bu, birinci və ən vacib qaydadır. 2. Təminat üçün yalnız qanuni yolları, xüsusilə də ipotekanı seçin. 3. Hər şeyi, bütün şərtləri yazılı razılaşdırın. Şifahi söhbətə güvənməyin. 4. Etdiyiniz hər bir ödənişin təyinatını aydın şəkildə qeyd edin. Məsələn, əsas borcun ödənişi və ya faiz borcunun ödənişi kimi. 5. Əgər söhbət böyük məbləğdən gedirsə, xəsislik etməyin. Mütləq bir hüquqşünasla məsləhətləşin. Bu sizin ən böyük sığortanız olacaq. Unutmayın, Ali Məhkəmənin də dediyi kimi, bütün bu faciələrin təməlində bir səbəb dayanır. Başdan seçilən yanlış hüquqi forma. Siz əsl niyyətinizə uyğun olmayan bir yola girəndə, gələcəkdə özünüzü müdafiə etmək üçün əlinizdə heç bir vasitə qalmır. Yəni problemi öz əlinizlə özünüz yaradırsınız. Yekun olaraq hər şey sadə bir seçimə gəlib çıxır. Bir tərəfdə asan, sürətli görünən, amma sizi sabah evinizdən, illərin əziyyətindən edə biləcək bir qısa yol var. Digər tərəfdə isə biraz sənədləşmə tələb edən, amma gecə rahat yatmağınızı təmin edən təhlükəsiz bir gələcək. Qısa yol, yoxsa təhlükəsiz gələcək? Seçim tamamilə sizindir.